Samitlər haqqında məlumat. Saitləri tələffüz edərkən ağız boşluğunda maneə rast gəlinmirdi, amma samitlər tələffüz edilərkən ağız boşluğunda müxtəlif maneəyə rast gəlir. Samitlər manəli və küylü olur. Səs tellərinin iştirakına görə kar və cingiltili olur. Dilimizdə 25 samit var. Kar samitlər tələffüz edərkən səs telləri qeyri-fəal olur. Əsasən kuydən ibarət olur. 11 kar samit var. Bunların k və i səslər əlifbada xüsusi işarəsi yoxdur. Ümumiyyətlə əlifbamızda 23 samit var, amma 25 samit səsimiz var. Cingiltili samitlər tələffüz edərkən səs telləri fəal olur. Həm kuydən, həm də avazdan ibarət olur. Dilimizdə 14 cingiltili samit var və bunlar bir-birindən qarşılıq təşkil edir. B, P, C, T, D, T, C, Ç, L, X, J, Ş, G, K, L, M, N, R. Bunlar cingiltili samitlərdir. Bunlara sonor samitlər də deyilir. Bunların kar qarşılığı yoxdur. V, F, H kar samitdir. Onun cingiltili qarşılığı yoxdur. Y, xıştırıq, i səsi, Z və S. M, N burun samitlərdir. H boğaz samitidir. L, M, N, R sonor samitdir. Bunu dedik. İndi aşağıya baxaq. K hərfinin, Ç hərfinin ümumiyyətlə tələffüz qaydasına, yazılış qaydasına çox diqqət tələb edən hərflərdəndir. Kar samiti cingiltili qarşılığı G-dır. 5 dənə səs ifadə edə bilir. K, xıştırıq. Bax, bu isə xıştırıq, xıştırıq, Y və C səslərini ifadə eləyir. Məsələn, kələm, kamil, kitab sözlərində K kimi tələffüz olunur. Sözün əvvəlində gəndə K olur. Sonra Rus Avropa mənşəli sözlərində K kimi tələffüz oluna bilir. Özünə sonra inci sait gələndə K, amma sözün əvvəlində heca qalın saitdə olarsa K kimi tələffüz oluna bilir. Məsələn, kino, inci sait gəlib, Kiyev, K kimi tələffüz olunur. Amma kapitan, komandir, kartopu tipli sözlərdə isə K kimi tələffüz olunur. Sonra sözün ortasında samitdən öncə inci sait əhatəsində K hərfi əsasən xıştırıq kimi tələffüz olunur. Məsələn, bəkməz, bəhməz. Ürəkdən, ürəkdən şəklində tələffüz olunur. Sözün son hərfi K hərfi ilə yazılır. Söz müstəqil işlənir. Bu zaman ix kimi tələffüz olunur. Məsələn, ləçək, çörək, bilik, ürək, örpək, tütək. Bunlar əsl Azərbaycan sözləri, milli sözlərdir. Belə sözlərə samitlə başlayan şəkilçi artıranda yenə ilk kimi tələffüz olunur. Samitlə başlayan şəkilçi artıranda və ya söz gələndə yenə ilk kimi tələffüz olunacaq. Məsələn, ləçəkli, çörəkdən, bilik sahibi, bilik sahibi. Niyə? Çünki burada K-dan sonra S gəlir, samit gəlir. Ona görə o ilk kimi tələffüz olunacaq. Belə sözlərə saitlə başlayan şəkilçi artıranda K-yi əvəzləməsi baş verir. Məsələn, ləçək, ləçəyə, çörəyin, biliyə və s. Belə sözlərdən sonra saitlə başlayan söz gələndə K hərfi olduğu kimi qalır. Tələffüzdə isə Y kimi yazılır, Y kimi tələffüz olunur. Məsələn, çörək ağacı. Burada çörək sözündən sonra nə gəlir? Ağac. Ağac ayla, yəni saitlə başlandığı üçün K yazılışda qalır, amma tələffüzdə Y kimi tələffüz olunacaq. Çörək şəklində tələffüz olunacaq. Külək əsdi, külək əsdi. Çünki özündən sonra sait gəlibdir. Sonra K ilə bitən çox hecalı bir qrup sözlər vardı ki, alınma sözlər. Orada necə tələffüz olunur? Son hərf K ilə yazılır, K ilə yazılır. Müstəqil işlənir. Bu zaman K kimi tələffüz oluna bilir. Məsələn, şərik, malik, iştirak, əmlak, aptek, mexanik. Qısacası bu sözlər alınma sözlərdir. Alınma sözlərdə K və K kimi tələffüz oluna bilir. Belə sözlərə saitlə başlayan şəkilçi artıranda da K olduğu kimi qalır. Yəni saitlə başlanan, istərsə samitlə başlayan şəkilçi artır, K olduğu kimi qalır. Məsələn, şərikimiz, şərik olduq, şərikdən olduğu kimi qalır. Mələk, fələk, dəstək, müştük, xörək sözləri düzdür. Bunlar alınma sözlərdir, amma bizim öz sözlərimiz kimi onlara saitlə başlayan şəkilçi artıranda, özündən sonra saitlə başlayan söz gələndə K-lar Y-ya keçə bilir. Sonra başqa nə var burada? Tək hecalı sözlərdə K olduğu kimidir. Məsələn, türk, tək, kürk, tik, ək və s.
Tək hecalı alınma sözlərin sonundakı hərfi yazılışda olduğu kimi qalır. K kimi tələffüz olunur. Bank, tank, bak, çek və s. Bu iki qismə aid olan sözlərdən sonra istər saitlə, istərsə də samitlə başlanan söz və şəkilçi artanda yenə olduğu kimi qalar. Bankdan, Türk birliyi, kürk almaq, alınma sözlərdə, tək hecalı sözlərdə çığlar olduğu kimi qalır. Onlardan sonra istər saitlə başlanan şəkilçi gəlsin, istər samitlə başlanan şəkilçi gəlsin və ya söz gəlsin. Olduğu kimi qalacaq. Sonra kar və keş şəkilçilərinin tələffüzünə baxaq burada. Bunların tələffüzündə diqqətli olaq. Heç bir dəyişiklik olmur. K-ya keçmir. Məsələn, sənətkar, sənətkar yox, sənətkardır. Zəhmətkeş, zəhmətkeş yox, zəhmətkeş şəklində elə tələffüz olacaq. Yəni olduğu kimi tələffüz olunacaq. Q hərfi. Q cingiltili samitdir. Onun kar qarşılığı K samitidir. 4 dənə səsi ifadə eləyir. Q, K, X və X samiti. Sözün əvvəlində gələndə Q. Q kimi tələffüz olunur. Qələm, qala, qardaş, qarpız və s. Sözün ortasında Q gələrsə, özündən sonra kar samit gələrsə K kimi tələffüz olunur. Məsələn, təksir özündən sonra gelirin özündən sonra kar samit gəldiyi üçün K kimi tələffüz olunur. Nöqsan, nöqsan, məqsəd, məqsəd şəklində tələffüz olunursa kar samitdir. Özündən əvvəl Q gəlir və K kimi tələffüz olunur. Amma özündən sonra cingiltili samit gələndə elə Q kimi tələffüz olunur. Miqyas. Q'dan sonra nə gəlir? Y cingiltili samitdir. İstiqlal. Q'dan sonra L gəlir, cingiltili samitdir. İstiqbal və s. Onlar olduğu kimi qalır. Bir dənə haqlı sözü istisnadır ki, Q'dan sonra L cingiltili samit gəlsə də K kimi tələffüz olunur. Haqlı şəkildə tələffüz olunur. Keçdik bizim ən çox istifadə etdiyimiz qaydaya. Sonu Q ilə bitən sözlərdə, əsasən milli sözlərdə Q kimi yazılır, X kimi tələffüz olunur. Qonaq, otaq, yarpaq. Belə sözləri samitlə başlanan şəkilçi söz artanda X kimi tələffüz olunacaq. Məsələn, qonaqlıq, qonaqlıq. Otaqdan, otaqdan. Toyuq dəni. Q'dan sonra nə gəlir? Dəniz. Dən sözü samitlə başlayır. Deməli, toyuq dəni kimi tələffüz olunacaq. Belə sözlərdən sonra saitlə başlayan şəkilçi gəldikdə isə Q-ğı əvəzlənməsi baş verir. Şəkilçi və ya söz gələndə, məsələn, qonağa, qonağın və s. Belə sözlərdən sonra saitlə başlayan söz gələndə Q hərfi olduğu kimi qalır. Tələffüzdə isə Q kimi tələffüz olunur. Qonaq otağı, məsələn, qonaq otaq olacaq. Yazdıqda qalır, amma tələffüzdə Q-ya keçir. Özündən sonra sait gələrsə. Alınma sözlərdə isə Q necə tələffüz olunacaq? K kimi tələffüz olunacaq. Məsələn, üfüq, məntiq, pedaqoq. Oy, üzürlü sayın, əyri çəkdim. Baxın, pedaqoq, sadiq şəklində tələffüz olunur. Bir də sözlərdən sonra samitlə başlayan şəkilçi və söz gələndə də yenə K kimi tələffüz olunacaq. Məsələn, üfüqdən, məntiq kitabı elə K kimi tələffüz olunur. Uşaq sözü alınma sözdür. Bu söz 4-cü qaydaya tabi olmur. Bu sözün tələffüzü və yazılışı 3-cü qaydada olduğu kimidir. Bu nə deməkdir? Uşaq sözü alınma söz olsa da, yəni K kimi tələffüz olunmur, X kimi tələffüz olunur və özündən sonra saitlə başlayan şəkilçi və söz gələndə Q-ya keçir. Uşağın, uşaq məsələsində uşağa və s. deyə bilirik. Qoşa Q ilə yazılan mürəkkəb sözlərdə isə birinci Q K kimi tələffüz olunur. Qoşa Q ilə yazılan sözlərdə mürəkkəb söz yox. Məsələn, toqqa, toqqa, hoqqa, hoqqa şəklində tələffüz olunur.